Yeni yaşayış massivləri, fərdi evlərin sayı artdıqca yeni qaz xətlərinin çəkilməsinə də ehtiyac yaranır. Evlərə qaz çəkilməsi, istilik təchizatının təmin edilməsi müasir həyat şəraiti üçün çox vacibdir. Qazla isitmə sistemləri elektrikli sistemlərə nisbətən daha az enerji sərf edir. Bu ev sahiblərinin həm xərcini azaldar, həm də təbiətə daha faydalı ola bilər. Qeyd edək ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır. Azərqazın yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir. İşin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra Azərqaz tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyatı alınır. Qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Vətəndaşın qaz xəttinin çəkilməsi üçün müraciət tələb olunmur. Amma bu bəzən sakinlər üçün göründüyü qədər də asan olmur. Vətəndaş qaz xəttinin çəkilməsi üçün müraciət edir, amma yox cavabı alır. Bəs qaz xətlərinin çəkilməsi ilə bağlı problemlərin, get-gəllərin səbəbi nədir? Bu suala Azərqaz abidən cavab ala bilməsək də, podratçı şirkətlərdən biri bizim mediaya bildirib ki, fərdi evlərə qaz xətlərinin çəkilməsinin dayandırılmasına səbəb həmin ərazilərdə tikilən evlərin çıxarırsız olmasıdır. Buna qədər çıxarırsız fərdi evlər də qaz xətləri ilə təmin olunurdusa, 2023-cü il oktyabr ayının 1-dən paytaxt və ətraf qəsəbələrdə tikilən sənədsiz fərdi evlərin qaz təchizatı şəbəkələrinə qoşulması dayandırılıb. Belə ki, qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanununa edilən dəyişikliyə görə tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qaz paylayıcı şəbəkəyə qoşulması qadağandır. Qanuna əsasən vətəndaşlar fərdi qazlaşma ilə əlaqədar müraciət etdikdə ilk növbədə fərdi yaşayış evinin və ya tikilinin tikintiyə icazə sənədinin olmasına diqqət yetirməlidirlər. Fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarış varsa, o sənəd də qəbul ediləcək.